Yaz fəslinin gəlişi ilə təbiət canlanır, ağaclar və bitkilər çiçəklənir. Lakin bu dövr bəzi insanlar üçün allergik reaksiyaların artması ilə müşahidə olunur. Bu fəsildə ağac və bitkilərin çiçəkləməsi nəticəsində havada çoxlu miqdarda tozcuqlar yayılır. Həssas insanlarda bu maddələr immun sisteminin reaksiyasına səbəb olur və allergik simptomlar yaranır. Hal-hazırda mövsümlə əlaqədar olaraq allergik xəstəliklər daha çoxdur. Məsələn, bunlarda uşaqlarda bronxial asmalı olan, allergik riniti olan uşaqlarda daha çox bu rast gəlir. Allergik uşaqlar maskalardan istifadə etməlidirlər, daha çox bağlı yerlərdə qalmalıdırlar, ağızlar tozlanan vaxtı çölə bayıra az çıxmalıdırlar, yuxarı tənəffüs yollarının xəstəlikləri ilə təmasları azalmalıdır, geyimlərinin gigiyenasına fikir verməlidirlər, evdə tez-tez havanı dəyişməlidirlər, təmiz hava ilə havalandırmalıdırlar otaqları. Bitkilərin çiçəkləməsi dövründə rast gəlinən bu allergiya növü tibbi ədəbiyyatda allergik rinit kimi tanınır. Allergik rinit soyuq dəyməyə bənzər əlamətlər yaradır. Məsələn, burun axıntısı, gözlərin qaşınması, burun tutulması, askırma və sinuslarda təzyiq hissi. Lakin soyuq dəymədən fərqli olaraq bu əlamətlər virus səbəbi ilə deyil, orqanizmin zərərsiz maddələrə qarşı aşırı immun reaksiyası nəticəsində ortaya çıxır. Gözümdə allergiya var bu fəsildə. Bu fəsli nə qədər çox sevsəm də, əsasən də bir ay müddətində demək olar ki, problemlər yaşayıram. Təkcə mən yox, şahidi olduğum bir çox insanlar da bu fəsildə bu allergiya ilə üzləşirlər. Bu nədir? Bu əsasən də küləkli havalarda, tozlanma vaxtı gözlərdə baş verən qaşıntılarla başlayır. Əsasən də universitetdə dərsə gedən vaxtı gözlər qızarmağa başlayır və qaşınmağa başlayır. Qaşındıqdan sonra askırma halları baş verir. Araşdırmalarda da göstərilib ki, allergiyalar cəmiyyət arasında çox yayılmış bir problemdir. Təkcə Birləşmiş Ştatlarda 50 milyondan çox insan hər il ən az bir növ allergik reaksiya keçirir və allergiya ölkədə uzun müddətli xəstəliklər arasında 6-cı yerdədir. Mövsümi allergiyalar bu statistikanın əhəmiyyətli bir hissəsini təşkil edir. Yaz ayları gələn zaman sağlamlığımda bir sıra dəyişikliklərin şahidi olmuşam. Bu da burun axması, göz qaşınması, dayanmadan askırma kimi hallardır. Lakin getdikcə bu vəziyyətin daha da narahat edici olduğunu şahid olmuşam və bununla bağlı həkimə müraciət etdim. Həkim bunun allergiya olduğunu söylədi. Lakin bu allergiyanın daha çox tozlu bitkilərə qarşı olduğunu söylədi və də bir sıra məsləhətlər verdi və bu məsləhətlərə əsasən çalışdığım qədər tozlu bitkilərdən uzaq durmağa çalışıram. Məndə allergiya yoxdur, belə hava şəraiti ilə bağlı. Ümumi immunitet zəifliyi var məndə. O da mövsümi, xəstəliklərlə bağlı olur, əsasən özünü göstərir. Yaz allergiyası bir çox insan üçün narahatlıq yaratsa da, düzgün tədbirlər və profilaktik yanaşma ilə simptomları azaltmaq mümkündür. Allergiya əlamətləri uzun müddət davam edərsə, mütləq həkimə müraciət etmək tövsiyə olunur. Əyyub Türkay, Könül Həsənova, Eldəniz Qurbanov, Lənkəran.